Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda mədən çıxarma sənayesində ümumilikdə 32.622 nəfər muzlu işçi olub və onların 59,8%-i və ya 19.487 nəfəri xam neft və təbii qaz hasilatı sahələrində işləyiblər. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlət sektorunda xam neft və təbii qaz hasilatı sahələrində işləyənlərin sayı 7588 nəfər olub. Qeyd edək ki, son illərdə bu sahədə çalışan işçilərin sayı davamlı olaraq azalıb. 5 il əvvəl 2020-ci ilin eyni dövründə dövlət sektorunda xam neft və təbii qaz hasilatı sahələrində işləyənlərin sayı 9322 nəfər təşkil edib. Son 5 ildə bu sahədə işləyənlərin sayı 18,6% azalıb. Məlumat üçün onu da bildirək ki, Dövlət Neft şirkətinin açıqladığı sonuncu hesabatda ötən ilin əvvəlində şirkətin 48320 nəfər işçisinin olduğu göstərilib. SOCAR-da verilən məlumatda qeyd olunur ki, bunlardan 5842 nəfəri rəhbər işçi, 8315 nəfəri mütəxəssis, 759 nəfəri texniki icraçı və 33404 nəfəri fəhlədir. Onu da bildirək ki, Dövlət Statistika Komitəsi ötən ilin əvvəlində ölkənin mədən çıxarma sənayesində 33276 nəfər muzlu işçinin işlədiyini açıqlayıb. Bu işçilərin 11550 nəfəri dövlət sektorunda işləyən işçilər olub ki, onların da 8019 nəfəri xam neft və təbii qaz hasilatı sahələrində çalışıblar. Açıqlanan məlumatlardan da göründüyü kimi, SOCAR-da işləyənlərin sayı 48320 nəfər olduğu halda, dövlət sektorunda xam neft və təbii qaz hasilatı ilə məşğul olanların sayı 8019 nəfər olub.